Bir elə ki, kəsik baş gəldi xarabəyə, xanım Zeynəb deyir, bu qızın dərdi açıldı. Dedi, salam ata, yaxşısan? Bağışda sən gələndə dura bilmədim ayağa. Taqətim yoxdur, ayaqlarımda güc yoxdur. Mən səni yuxularımda axtarırdım. Nə yaxşı gəlmirsən. Giddi görüm, məni tanıyırsan ata. 3 yaşlı balovu qocaldıblar, sənin dağınla. 3 yaşda qız qocalar, dedi, qocalmışam. Ondan sonra belə söz dedim, mən illəzi əytəməni, ata məni kim yetim qoydu? Dedi, ata əllərin hanı mənim başıma sığal çəkəsən, bu tozlu saçlarımdan tozu təmizləyəsən. Danış məndən, nə olar darıxmışam, hardaydın? Bəs demirdin qızım var? Mənzəlləzi əytəməni alə siğəri sinni, kim məni az yaşımda yetim qoydu? Sən danışmırsan ata, qoy mən danışım. Məni döydülər, məni vurdular, məni qamçıladılar. Cəmaat arasında qolu bağlı gəzdirdilər və bizə güldülər, bizə kafir dedilər. Xanım Zeynəb deyir, birdən gördüm uşağın səsi gəlmir, dedim yəqin ki dincəldi, yatdı, yuxuya getdi, dedim sakit olun. Amma yaxına gələndə gördüm ata